Deməli, hətta bir şey yadımdan çıxdı, mənim onu deyim. Bizdə Füzulidə olanda, Məncənə dağda ilə bir yer var. Biz onun ətrafındaydıq. Bizə tapşırıq gəldi. Tapşırıq gəldi ki, bir bölmə, müəyyən bir ərazi var, ora gedilməli və ora alınmalıdır. Biz 2 KAMAZ, artıq silah-sursatla birlikdə, arası 35 şəxsiyyət olmalıydı, 35 nəfərlə biz irəlilədik. Artıq asfalt yola çıxmışdıq ki, minamyotla bizim maşınımızı vurdular. Maşının bak hissəsinə dəydi. Artıq maşının bir hissəsi yox idi. Uşaqlarla söhbət edirdik. Sadəcə maşını gedə-gedə hamı bir-birinə söhbət edir. Birdən hər yer demək olar ki, qaraldı. Mən orada hətta deyirəm klinik ölüm keçirdim. Niyə? Çünki gözümün hər yer ağarmışdı. Yəni bir 5-6 saniyə bu vəziyyətdə qaldım. Hər yer ağarmışdı gözümdə. Halbuki gözümü açandan sonra duman, görürsünüz ki, vəziyyət elədi ki, göz açmağa imkan yoxdur. Bilmirsən, yenidən güllə gələcək, yenidən minamyot tutacaq, necə olacaq bilinmir. Bir də gözümü açdım ki, hamı qaçışır, maşından düşür. Maşından düşdü, maşının bir hissəsi yox oldu. Düşdü, hərə bir tərəfə dağılışdı. Bilmirik ki, hardan atılıb bizə zərbə. Və gördük ki, maşının içindən bir səs gəlir. Uşağın biri səndən orada qalıb, bizim yoldaşımız idi. Qışqırır ki, kömək eləyin. Biz də bilmirik, maşın partlayacaq, biz yaxınlaşarıq, minamyot onu yenidən vurar, necə olacaq bilmirik. O məqamda mən və bir Biləşvar uşağı var idi. Onunla yaxınlaşdım maşına, onu götürdük oradan. Amma həmin insan çox pis vəziyyətdə idi. Qayıtdı bizə dedi ki, siz gedin, yəni məni burada buraxın. Yəni, bizdə elə bir şey ola bilməz də, yəni, biz gediriksə biz gedəcəyik. Ona artıq morfin vuruldu, bir ağrı kəsici vuruldu. Ondan sonra təxliyəni gözlədik ki, gəlsin. 35 nəfərdən 18 nəfər yaralandı orada bizdə. Maşının içindəcə yaralandı. Mən də sol qulağımı demək olar ki, itirdim. Yəni sol qulağım yaxşı eşitmir havasında. Orada beyin kəllə travması aldıq. Çünki maşının bakından vurdu və güllələr də maşının içində idi. Yəni silah-sursat maşının içində idi. Partlaya da bilərdi. Allah qorudu bizi. Heç bir şey olmadı. Böyük bir itki vermədi, şəhidimiz olmadı orada. Ondan sonra artıq biz gözlədik, növbəti deməli şəxsiyyət gələndən sonra, komplektləşəndən sonra növbəti tapşırığı getdi. Artıq Füzuli şəhəri tam olaraq təmizlənəndən sonra növbəti istiqamət Xocavənd idi. Xocavənddə də bizdə ağır döyüşlər oldu. Xocavənddə ümumiyyətlə elə bir mövqelər var idi ki, onlarda yüksəkliklər var idi ki, o yüksəklikləri ələ keçirmək çətin idi. Çox böyük yüksəkliklər idi. Biz ilk olaraq Xocavənd istiqamətinə getdik. Adasa kəşfiyyat xarakterli yürüyüşlərimiz oldu ora ki, baxaq tam olaraq düşmən hansı tərəfdə mövqe qurub, tam onların məkanları haradır. O şəkildə biz getdik, bir neçə gün ərzində 2 gün getdik, qayıtdıq. Deməli, qayıdandan sonra artıq düşmən görür ki, bunlar gedib gəlirlər. Düşmən o səngərə mina bastırıbmış. Artıq növbəti gedişimizdə 8 nəfərimiz də minaya düşdü. Bir şəhid verdi orada, 7 yaralı. O şəkildə biz yenidən davam elədik. Artıq düşmənin bu hiləsinə cavab vermək lazım idi. Biz artıq irəlilədik. Xocavənddə deməli hərbi hissə var idi. Ən böyük hərbi hissələri oradaydı. Xocavənd hərbi hissə. Ora götürülməli idi. Biz hərbi hissə bax bu istiqamətdədirsə, biz fırlanaraq təpələrin arxasından düzdür, yolumuzu uzadırdıq, bir neçə kilometr uzadırdıq, amma həmin təyinat nöqtəsinə çatmaq üçün düşmənin görmədiyi və bilmədiyi yolla getmək üçün artıq bunu eləməliydik. Bir neçə kilometr gedəndən sonra artıq hərbi hissə demək olar ki, əlimizin içində idi, görürdük. Amma hələ irəlilənmirdik. Tam olaraq müşahidə edirdik ki, görək kimlər qalır, kimlər var. Bunların məlumatı var ki, artıq Azərbaycanlılar ora gəlir, ona görə tərk eləmişlər hərbi hissəni. Amma bəzi qüvvələr bəli onun ətrafında mövqelənmişdi. 8 nəfər biz komanda verildi ki, Vışqa var orada, hərbi hissənin Vışqa var, o götürülməlidir. Biz Vışqaya yaxınlaşmaq istəyirdik, qaça-qaça gedirik ki, o hissəni. Birdən düşmən bizi görə atar. Demişdik ki, düşmən sən demə sağ tərəfdə 8 nəfər hardasa erməniydi, ağaclığın altında. Bizə başladı atəş açmağa. 8 nəfər atəş açırdı, biz də uzanaraq atəş açırıq onlara. Amma biz açılıqda qalmışıq. Bizi vurmaları an məsələsidir, biz açılıqdayıq. Aşağı da düşə bilmirik, tam olaraq qabağa da gedə bilmirik. Bu şəkildə döyüşürük. Artıq bizim
müstəqil qüvvənin arxadan dəstəyi sayəsində onlar qaçdı oradan. Onlar qaçdı, biz Vışqaya doğru irəlilədik. Solda isə hərbi hissə, amma hərbi hissədə də deməli zabitlər öz ailəsini Nivaya mindirib qaçırdılar. Onlar getdi, vura bilmədik onları. Qaçdılar, atəş açdıq, yəni onlara dəymədi. Qaçdılar, artıq hərbi hissə boşalmışdı. Hərbi hissə heç bir adam qalmamışdı. Amma bir məqam oldu, çox təsirli məqam. Həmin o 7-8 nəfər buraxdığımız o erməni növbətisində deməli Xocavəndin deməli sağ tərəfinə, sağ cinahında təpəliyib orada yerləşərək bizim bir maşınımızı, hansı ki bizə köməyə gələn, bizim yaralımızı götürməyə gələn həkim sanitarkamızı vurdular. Həmin vaxt bizim kapitan Allah rəhmət eləsin həkim var idi. O rəhmətə getdi. Rasiyanı əlaqəyə çıxdı ki, bəs bizi vururlar. Yəni üçüncü dəfə deyəndə artıq səs kəsildi onun. Artıq vurmuşdular. Yəni biz təəssüfləndik ki, həmin erməniləri biz orada məhv eləsəydik, bu hal baş verməyəcəkdi. Sonra da o ermənilər məhv oldu. Məhv oldu digər bölmələrimiz tərəfindən. Amma biz, yəni orada bizim həkimimiz şəhid oldu. Allah rəhmət eləsin. Deməli biz Xocavənd hərbi hissəsini götürəndən sonra axır düşmən bilir ki, artıq hərbi hissə Azərbaycanlılardadır. Və hətta hərbi hissəyə deməli biz girdik. Hərbi hissəyə girəndə orada videolarımız da var. Yəni sosial şəbəkələrdə görmüsünüz. Allahu Ekber deyilən video var. Orada bizim yoldaşlarımızdır. Hətta mənim orada gözümə giliz girmişdi deyə ən sonda mən girə bildim ora. Deməli həm soldan atırdılar, həm sağdan atırdılar bizə. Bizə sol-sağ eləyəndə silahın sağından giliz çıxır. Yəni ki, bilirsiniz, giliz artıq mənim sol gözümə girdi. Orada yıxıldım yerə. Uşaqlar elə ki, artıq mən güllə ilə yaralanmışam. Gəldilər, ətrafıma toplaşdılar. Dedim, narahat olmayın, giliz girib gözümə. Biraz özümə gələm, duracam. O qədər sürətlə gəlir ki, giliz çıxır ki, silahdan. Sol gözümü demək olar ki, yarası vəziyyətə salmışdı. Bir gözlə mən irəlilədim. Xocavənddə artıq hərbi hissəyə girmişdik. Orada təmizləmə işlərinə başlamışdıq. Ondan sonra oranı demək olar ki, güllə barayladılar. Yəni, bütün artilleriya ilə oranı hədəf seçmişdilər. Artıq biz gizlənmək üçün səngər axtarırdıq. Onun ətrafında demə səngərlər var imiş. Biz yaxınlaşdıq. Həmin səngərlərə gördük ki, tam olaraq müdafiə olunur. Onu demişdik ki, birdən gördük ki, paraşüt raketlər var. 3 dənə. Baba, bu ölçüdə demək olar ki, paraşüt raketlər. Qaldırdılar göyə. Hardasa bizim 60-70 metrliyimizə məsafədə. Böyle baxırıq ki, görün necə olacaq, hara düşəcək. Düşdü ətrafımıza. Yəni düzdür, orada yaralımız olmadı, şəhid vermədi. Gördük ki, yəni bura mümkün deyil, çünki buranı nişan alırlar, hədəf alıblar. Biz oradan çıxdıq. Çıxdıq onun ətrafına. Ətrafından mövqeləndik. Bizim digər hərbi hissəmiz, qüvvələrimizin yanına getdik. Orada mövqelənəndən sonra artıq axşamı günü, gecə saat 9 idi, əldən düşmüşdü. Komandir dedi, 1-2 saat dincələk, sonra növbət tapşırıq var. Növbət tapşırıq gəlib, ora getməliyik. 2 saat deməli yatdıq, amma o 2 saat adama 5 dəqiqə kimi görünürdü. Yatdı bağıldıq. Birdən komandir verir ki, bəs getmək lazımdır. Artıq düşmən 628 deyilən mövqe var idi Xocavənddə. Orada mövqelənib, bizi gözləyir. Bilir ki, hərbisi alınıb, növbəti hədəf oradır. Biz irəlilədik gecə ilə. Bizə Şəmkir əmləsi dəstək oldu. Şəmkir əmləsi ilə birlikdə irəlilədik. Deməli, təpənin üstündə durublar. Düşmənin postu var orada. Biz təpənin aşağısındayıq və düşmən bizim səsimizi eşidir. Atəş açırlar. Amma kör-təbii atəş açırlar. Gecə deyə görə bilmirlər biz hardayıq. Biz də bildik ki, təpənin yuxarısındadır. Amma onlara atəş açmadıq biz. Yerimizi tam bildirmədik. Biz irəlilədik, çünki hədəf başqa yer idi. O yüksəklik alınandan sonra zaten o bir yüksəklik əlimizin içində olacaqdı. Getdik həmin yüksəkliyə. Həmin yüksəkdə səngər var idi. O səngərə girdik. Səhərə kimi orada atəş açılmadı. Səhəri açdıq ki, nə? Qabağımız düşmən, arxamız düşmən. Hələ bir düşməni də buraxmışıq o tərəfdə. Qaldıq orada 3 gün. 3 gün əzə çıxa bilmədik oradan. Atəşlərimiz, artilleriyanın dəstəyi ilə biz orada atəşlər həyata keçirdik, lakin çıxa bilmirdik. Çünki çıxsam arxadakı vuracaq. Qabağa getsəm qabaqdakı. Ona görə
İlk olaraq qabaqdakiləri biz təmizləmək istirdik.